44 günlük Qarabağ müharibəsi İsrailin Azərbaycan üçün əvəzolunmaz rolunu göstərdi. Vaxt oldu 44 günlük müharibədə Türkiyənin daxilində müəyyən səbəblərə görə bizim üçün ən aparıcı silahlar Türkiyədən gəlməsində müəyyən fasilə yarandı. Müəyyən fasilə yarandı. O dövrdə elə silah lazım idi ki, Türkiyənin silahını, elə silah İsrailin elə silah əvəz edə bilərdi ki, o silahla bağlı Azərbaycanla İsrail arasında heç vaxt danışıq getməmişdi. İsrail müqaviləni imzalamağını gözləmədi. İsrail pul köçürməyimizi gözləmədi. Bir kəlmə sözlə İsrail o silahları verdi. Əlhəmdülillah, Dalıcan Türkiyədən gəldi. Təsəvvür edirsiniz? Niyə İsrailin ləqəni kəsməliyik? Amma İranın da dərdi biz İsraillə bizim aramızı kəsməkdir. Çünki İran öz əhalisini aç saxlayır, Ermənistana yardım edir. Ermənistanı bu gün də yetişdirir ki, ölməsin Ermənistan. Sıradan çıxmasın. Azərbaycanın qatilidir. Fikir verin siz. Birləşmiş Ərəb Əmirliklərində Sokarı mən bu beynəlxalq fəaliyyətindən danışdım.